Əslində uygulama necə işləyir, mən sənə göstər. Görsən burada sən referalla qoşulmalısın. Bu üstünə vurduqda belə bir gündəlik görürsən, belə bir 24 saat ərzində girib sən belə deyək də pulunu götürməlisən. İlk görevlərdən biri də budur. Təbii ki, burada harca bir aydır, bir aya 100 coin, 1 dollar yığmışıq tək başımıza. Referalımız belə azdır. Bir dənə referalımız var gördüyün kimi. Bunu da bunun üstünə vurduqda bu da gedir balansa. Gün ərzində sizin görevləriniz nədir? Tutalım. Burada reklamlara baxa bilərsiniz və yaxud da burada sonra sizə iqralar verir. Məsələn, bu iqradan nə qədər coin verir sizə. Yüklədin, heç nə, açdın, coin götürdün, tezədən sildin. Yüzlərlədir, minlərlə. Və yaxud da istəmirsənsə onu telefonunu yaddaşın, testi dolsun və yaxud da neysə olsun. Burada 15 dəqiqədən bir reklamlar verir. Göy verir, qırmızı verir, bir də sarı verir. Qırmızının üstünə vurduqda belə bir reklamlar başlayır burada. Yəni bu gözləməliyik. Çünki bu reklamı gözləmə. Bax, burada hardasa aşağıda görürsünüz. Yaşıl xəttdir. Deməli, getdikcə burada görürsünüz ki, bu yaşıl xətt gəlib ta buraya kimi çatmalıdır. Mən indi pauza verim, o xətt çatsın ora. Harasa demək olar rahat bir dəqiqə gedir. Artıq bu reklam buradadır. Artıq xətt yarısındadır. Sadəcə bir dəqiqə gedir də bu. Bir dəqiqə təmiz gedir. Pauza verək, sonunu gözləyək. Artıq sonuna yaxınlaşır. Yəni gün ərzində Nurjenə vurdun plağa, getdin şivi falanını gördün. Bu da burada reklam getdi. Baxışı elə bir baxış artırdın onun. Belə deyək. Reklam baxışına və burada saniyədə gedir. Görsən, bir dənə belə vurursan X. Tezədən qayıtdı. Dala qayıdırıq. Görürsən, bayaq reklama baxdığımız coinlə onda bir coini gəldi. Bu düzdür, deyəcəksiniz azdır, amma referal şəklində bunu etsəniz, bir-birinizə zəncirbarı qoşulsanız, rahatlıqla 200-300 dollar belə deyək, qazana bilərsiniz. Həm də ölkə büdcənizi qazandıra bilərsiniz. Başqa ölkələrdən də referal qazanma şansınız olar. Yəni, göy də var burada. Göyə də vurursan, göydə də reklamlar deyirsən, az gedir o qədər, nedirsə. Yəni, o qədər olmur, göydə olmur. Amma qırmızıda vurursan, qırmızıda çıxır. Yəni, reklamlar gedir. Bu 14 saniyəlik reklam verir sizə, gördüyünüz kimi. Yəni, o qədərdir. Deyim sənə ki, sesini almışam telefonun, olsa da sessizdədir. Burada bir dənə belə bir şey gəlir. Düzdür, burada reklamların bir çoxları tələddüz reklamlardır, amma reklamların yalanlarına getməyin. Sadəcə olaraq baxışlarını aparın, paranızı qazanın. Gəldi mi, gəldi? Gəldi, yenə də vur. Qoy getsin. Kimin adı nədir? Oturmuşsan mətbəxdə, yemək pişirirsən. Qoy getsin orada reklam da, sən nə problem var ki?